Xolesterini normal olan insanlar infarkt keçirdə bilərmi? Əslində çalışmaların birində elm aləmi bundan şübhələndi. Çox önəmli bir çalışma var, Kopenhagen çalışması ki, bütün Danimarka sistemini infarkt keçirdən və insult keçirən xəstələri incələyiblər və burada görülən şey budur ki, gənc yaşda infarkt keçirdənlər, stentləri tez tutulanlar, ailəsində genetik ürək problemi olanlar, gənc yaşda qapaq problemi olan xəstələrin bir hissəsində xolesterin dediyimiz, pis xolesterin dediyimiz LDL normal olduğu halda bunlarda infarkt, damarlarda təzədən tutulma və ölümlər olur. Biraz daha incələdikdən sonra bizim bildiyimiz, amma çox da önəm vermədiyimiz lipoprotein A deyilən bədəndəki ən xırda, yəni ən təhlükəli xolesterin növünün buna səbəb olduğu aşkarlanır. Onun üçün də xəstələrin elə bir qrupu var ki, xolesterinlər ideal olur, amma bu lipoprotein A yüksək olur. Bu lipoprotein A yüksək olması sadəcə damarları tutmur, eyni zamanda qapaqları da kirəçləndirir, pis xolesterindən fərqli olaraq. Onun üçün nəslində ürək xəstəliyi olanlar, genetikasında problem olanlar, gənc yaşda stent qoyulanlar, stentləri və yaxud şuntları tez tutulan insanlarda və yaxud gənc yaşda aort qapaq darlığı olan insanlarda mütləq həm özlərinin, həm də ailə üzvlərinin lipoprotein A-larının yoxlatdırılmasını istəyirik. Bugünkü gündə lipoprotein A-nın aşağı salınmasının faydası varmı deyə aparılan çalışmalarda lipoprotein A-nı düşürdən dərmanların ürək-damar xəstəliklərini azaltdığı sübut edildi, ortaya qoyuldu. Onun üçün də çox yaxın zamanda bunun aşağı salan dərmanlar istifadəyə veriləcək və artıq bu qrupda da xəstələrimiz üçün böyük ümidlər var. Sağlıqla qalın.